Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Azərbaycan muğam ifaçılıq sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Məmmədovun əziz xatirəsinə həsr olunmuş gecədə bir araya gəlmişik. Sizi dərin ehtiramla salamlayır və belə bir mədəni, mənəvi missiyada iştirak etdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Hörmətli qonaqlarımız, bu xatirə gecəsində sadəcə bir sənətkarın xatirəsini anmaq deyil, bu bütövlükdə Azərbaycan muğam sənətinin bir mərhələsinə nəzər salmaq, milli, mənəvi yaddaşımızı yenidən yaşatmaq və ən əsası onu gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Əlibaba Məmmədov 1930-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərmiş, xalq mahnıları, muğam nümunələri ilə erkən yaşlarından tanış olmuş və getdikcə görkəmli sənətkarlardan təhsil alaraq təkmilləşmişdir. Əlibaba Məmmədov 1949-cu ildən başlayaraq müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışmışdır. 1953-1978-ci illərdə Filarmoniyanın, 1978-1988-ci ildə isə Az-Konsert Birliyinin solisti olmuşdur. 1968-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbüsü ilə Hümayun xalq çalğı alətləri ansamblını yaratmış və bu ansamblın bədii rəhbəri olmuşdur. Gənc yaşlarında ustad xanəndələrin ifasını dinləyərək muğamın incəliklərini mənimsəmiş, sonradan profesional təhsil alaraq sənət yolunu daha da möhkəmləndirmişdir. O, Azərbaycan Muğam Məktəbinin görkəmli nümayəndələrinin sənət ənənələrindən bəhrələnmiş, öz ifasını ustad sənətkarlardan öyrənərək daha da təkmilləşdirmişdir. Musiqi təhsilini isə 1953-58-ci illərdə görkəmli xanəndəmiz Seyid Şuşinskidən almışdır.
yaratmışdır. Bu ustad məktəbi onun ifa üslubunun formalaşmasında olduqca əhəmiyyətli rol oynamışdır. Əlibaba Məmmədovun yaradıcılığı Azərbaycan xanəndəlik sənətinin inkişaf mərhələsində xüsusi bir yer tutur. Səs tembri, özünə məxsus zəngulələri, sözün məna yükünə olan həssas yanaşması onun ifaçılıq üslubunu digərlərindən fərqləndirirdi. Bugün səslənəcək hər bir nəğmə, hər bir muğam parçası bizi onun yaradıcılığına bir addımda yaxınlaşdıracaq. Əlibaba Məmmədovun repertuarına daxil olan mahnılar zamanından asılı olmayaraq Azərbaycan xalqının dilində əzbər olundu. Belə sənət nümunələrindən biri də vətən sevgisini və milli ruhu tərənnüm edən Mənim Azərbaycanım mahnısıdır. Mənim Azərbaycanım ifa edib 3-cü sinif şagirdi Nurlan Balacazadə. Müəllim Üzeyir Hacıbəyli 140 mükafatının qalibi, Respublika müsabiqələri laureatı Coşqun Beydullayev. Müşayiət edirlər Tarda Elbrus Məmmədiyarov, Bastarda Seymur Mürsəlov, Kəmançada Bayraməli Əliyev, Balabanda Oqtay Mürşidov, Qanunda İlkanə Cəfərova, Nağarada Bəhruz Hüseynov.
Əlibaba Məmmədov sənəti təkcə ustad ifaçılığı ilə deyil, yetişdirdiyi və ilham verdiyi gənc nəsildə yaşayır. Muğam və klasik musiqi ənənəsi o zaman əbədiləşir ki, onu yeni səs, yeni nəfəs, əsasən də gənc nəsil ifa edir. İndi isə gecəmizin daha bir musiqi növbəsinə keçid edək. Yaşa məhəbbəti. İfa edir 4-cü sinif şagirdi Tuncay Ümidli. Müəllim Coşqun Beyrullayev. Əlibaba Məmmədovanın repertuarında xüsusi yer tutan musiqi incilərindən biri də Söylə mahnısıdır. İfa edib, Respublika müsabiqələr qalibi 9-cu sinif
şagirdi Dəniz Abbasova. Müəllim çox xeyirlər.
Əlibaba Məmmədovun zəngin repertuarından olan qəlblərə yol açmış növbəti bir musiqi incisini təqdim edirik. Baxdım maral kimi. İfa edib 10-cu sinif şagirdi Gilas Hüseynova. Müəllim 7-ci muğam müsabiqəsinin laureatı, Respublika müsabiqələr laureatı Murad Rüstəmzadə.
Əlibaba Məmmədova zəngin ifası xüsusi lirizmi ilə seçilir. Yəni mahnılarında olan his və həyəcanlar, zərif qurğular dərindən və incə bir şəkildə dinləyiciyə ötürülür. Onun tembri və ifa tərzi tamaşaçıya məhəbbət, həsrət, kədər və eyni zamanda sevinç hissini olduqca gözəl aşılar. Xanəndənin repertuarından olan Səni Gözlər mahnısı. İfa edir 11-ci sinif şagirdi Əli Əliyev, müəllim Coşqun Beylullah. Əlibaba Məmmədovanın dediklərində. Bu təsnifi 1960-cı ildə yazmışam. İlk ifaçısı da özüm olmuşam. Məndən sonra bu təsnifi demək olar ki, bütün məşhur ifaçılar oxuyur. Hətta həmin illərdə Təbriz radiosu ilk olaraq mənim təsnifim ilə gülə başlar, sonra isə danışır Təbriz elədi. Söhbət Azərbaycan xalqının qiymətli mədəni incisi Xudayar təsnifindən gedir. Xudayar təsnifi ifa edir, 10-cu sinif şagirdi
Şah İncəsənət Festivalı və Respublika müsabiqələr laureatı Reyhanə Kərimov, müəllim Eylullah.
başından bir ceyran keçir. İfa edir Elgün Qaraşlı. Sevgilim secaya, çünkü məhəbbət dəmidir. Sevgilim secaya, çünkü məhəbbət dəmidir. Görkəmim incə gözəl, nazlı gəlir görkəmidir. Gün dolayı eşlər söylə bu məzsə can gəlsin qoya. Hər sözün, hər baxışın aşqa can məlhəmidir. Mən sənin üçün, vətənim üçün keçərəm canımdan. Mən sənin üçün, vətənim üçün keçərəm canımdan. Bu sözüm sevgi yox, sözlərimə möhkəmidir. İç Süleyman dinəcə, çünki piyalədəkmi. İç Süleyman, çünki piyalədəkmi. Bülbülün göz yaşıdır, görsə gülüşər. Aman aman aman, aman aman aman. Sevgilim gel görüşer, bahtımda geçer. Sevgilim gel görüşer, bahtımda geçer. Ağla gözlerim sensiz yaşayabilmem. Sen baharımda, sensiz yaşayabilmem. Sen baharımda. Gün gelir batar gider, durmam batar gider.
Həqiqətən də ölməz sənətkarın yaradıcılığı, onun bəstələri Azərbaycan xalqı üçün olduqca qiymətli bir fərdir. Bu nəğmələri dinləyərkən ruhumuz dincəlir. Bu axşam mahnısı ifa edir məktəbimizin xanəndəli sinifinin müəllimi Coşqun Beydullayev. Al dostlar susmayın.
9-cu televiziya muğam müsabiqəsinin diplomatı Aydan Həmzəyeva.
1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğam sinifində dərs demişdir. Gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. 10 may 2009-cu ildə qədim muğam ilsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki xidmətlərinə görə xalq artisti Əli Baba Məmmədov Heydər Əliyev Fondunun təsis etdiyi Qızıl Çınar beynəlxalq mükafatına layiq görülmüşdür. Xanəndənin ifa etdiyi Raz, Bayat Şiraz, Rahat, Dəşti və başqa muğam dəstgahlarının səs yazıları Azərbaycan televiziyasının fondunda saxlanılır. Əli Baba Məmmədov 100-dən artıq mahnı və dəstəklər bəstələmişdir ki, onlar xanəndələrin repertuarına və Azərbaycan xalqının qəlbinə daxil olmuşdur. Bir sözlə, Əli Baba Məmmədovun Azərbaycan musiqi mədəniyyəti sahəsində göstərdiyi xidmətləri əvəzsizdir. Onun repertuarından olan daha bir musiqi töhfəsini sizə təqdim edirik. Qəmindən Qönçədək dil qanə döndü. İnandır məni. İfa edir məktəbimizin xanəndə sinifinin müəllimi Murad Rüstəmzadə.
Ne bugün bağda yarım, ne meyil var benim. Seyir gülzarda bir hudayım var. Sizi tanıyan getirin pirim, sizi tanıyan getirin pir harabata benim. Ki bugün sağ yarından güneyim var benim. Can seni
olan, duyğuların ən incə çalarlarını öz səsində yaşadan, sənət aləmində silinməz iz qoymuş Əlibaba Məmmədovun əziz xatirəsinə həsr olunmuş Ürək deyir, yaşa hələ adlı gecəmizin sonunu da elə bu nəğmə ilə yekunlaşdırmaq istəyirik. Növbəti tədbirində hər birinizi xoş gördük. Məlumat üçün sizə bildirim ki, biz hər il dəyərli sənətkarlarımızın həyat və yaradıcılığına müraciət edirik. Onların anım günləri, yubileyləri qeyd olunur. Bugün də istədik xalq artistimiz Əlibaba Məmmədovun yaradıcılığına müraciət edək və Ürək deyir, yaşa hələ adlı konserti sizlərin təqdimatına verək. Mən təşəkkürlərim var, təşəkkürlərimi bildirirəm. Könül xanım, Nəzəriyyə şöbəmizin müdürü Könül xanım Şahbazovaya, Murad Rüstəmzadəyə, bütün şagirdlərimizə, müşahidatçı müəllimlərimizə minnətdarlığımı bildirirəm. Elbrus müəllimə, Seymur müəllimə, Oqtay müəllimə, İlkanə xanıma, Bayram müəllimə, Bəhruz müəllimə təşəkkürümü bildirirəm hər birinizə. Dəyərli qonaqlarımız, biz də sizə təşəkkür edirik ki, belə görkəmli sənətkarlıq xatirəsini yad edirsiniz və bizi qidalandırırsınız belə gözəl musiqi. Halal olsun sizə. Dəyərli qonaqlarımız iştirak edir. Mədəniyyət baş idarəmizin rəisi hörmətli İbrahim müəllim, rəis müavinimiz Nazım müəllim. Artıq bizim
məktəbimizin dostu belə deyərdim. Mirnazim müəllim, Toğrul müəllim, İncəsənət məktəbləri direktorları, hər birinizi çox sağ olun. Xüsusi qonaqlarımız var, bunu xüsusi qeyd eləmək istəyirəm. Əməkdar İncəsənət xadimə Aqil Məlikov bugün birinci dəfə bizim Əməkdar müəllim Qəzənfər Abbasov. Qurban Mərkəzinin solisti Hüseyn Məlikov. Sizə söz vermək istəyirəm. Sonra söz alacağım. Axşamınız xeyir. Açığı gərgin, yorğun, bu həftə ümumiyyətlə çox gərgin iş həftəmiz olmuşdu. Bütün yorğunluğumuz çıxdı. Çox gərgin iş həftəsinin sonunda zövq oldu təbii ki. Əlibaba Məmmədov elə sənətkarlardandır ki, Azərbaycanın xəzinəsidir. Yəni, yüzlərlə təsnif mahnı bəstəliyib yazıbdır. İllərdir, dillər əzbəridir. Yəni, 92 yaş yaşayıbdır. Allah cənnət məkan eləsin, Allah rəhmət eləsin. Elə təsniflər, elə mahnılar yazıb ki, onlar hələ bundan sonra da illərlə yaddaşlarda qalacaq. Neçə ki, xalqımız var. Bu mahnılar, bu təsniflərdə qədim mədəni irsi olan Azərbaycan xalqı ilə birgə davam edəcəkdir. Təbii ki, mən də həm ansambla, həm bizim dəyərli müəllimlərə və şagirdlərimizə təşəkkür edirəm. Çox gözəl, profesional şəkildə ifa elədilər. Bugün bu tədbirdə bizim həm də 3 məzunumuz keçən il bitiriblər bizi. 3 məzunumuz iştirak edir, hansılar ki, bu il Milli Konservatoriyada təhsil alırlar. Həm Əli, Elgün, Aydan, maşallah, sənətkar kimi formalaşırlar. Onlar bizim dəyərli sənətkarlarımızdan təhsil alırlar, davam edirlər. Mən əminəm ki, gözəl bir sənətkar kimi də yetişəcəklər, xalqımıza gözəl musiqilər bəxş edəcəklər. Və təbii ki, Mirnazim müəllimə, Aqil müəllimə, Qəzənfər müəllimə, Toğrul müəllimə, Hüseyn müəllimə çox dərin təşəkkürümü bildirirəm ki, bugün burada, bu tədbirdə iştirak edirlər. İnanın ki, sizin iştirakınız bu uşaqlara böyük bir motivasiya verir. Çox sağ olun ki, dəyərli vaxtınızı sərf edib gəlmişsiniz, bu tədbirdə iştirak edirsiniz. Amma eyni zamanda da istəyərdim ki, sizlər də o dəyərli sənətkar barədə öz ürək sözlərinizi bildirəsiniz. Çox sağ olun. Siz mütləq. Aqil müəllim, sizə eşidək. Dur, sən məndən kiçiksin. Əvvəla bu gözəl tədbirin iştirakçılarının hamısı olanlayıram. Musiqi məktəbindən birinci dəfədir burada olaram, gəlməmişdim. Adını eşitmişdim. Vəfa xanıma təşəkkür edirəm. Çox gözəl bir proqram hazırlayırlar. Əlibaba Məmmədovu yad edirlər. Əlibaba Məmmədov bizim ən istəkli sənətkarlarımızdan biri idi. Şəxsən mənim onun haqqında təəssüratım o qədər böyüdür ki, bir kitaba yerləşdim. Yəni o mənada ki, mən onun fanatı olmuşam, sözüm açığı. Mən onun iki xanəndənin fanatı olmuşam. Biri Əlibaba Hüseynovlu və Əlibaba Hüseynov, biri Əlibaba Məmmədov. Əlibaba Məmmədovun Mədəkanda bağı vardı. Özü də Şahanla Mədekan demək olar ki, bir daha lap Şahana tərəf olan yerdə gözəl bir bağı vardı və 5 dəqiqəlik yol. Hər dəfə gedəndə mən o yolu piyada gedərdik də. Demək, Toğrul, Allah'ın olsun, falan şahdım da mən də, ölürdüm də onun üçün. Onun bir vaxtı vardı, nə bilim 35-40 yaşı vardı, bağı tez-tez gəlirdi. Gələndə deyirdim, kaş Əlibaba gəldi, indi mən qapısından keçərəm. Kaş Əlibaba gəlib buradan keçəydi, biz görəydim onu.
Bir də sırada rast gəlmişdi, gəlirdi bu xalq rəsumlarına, gözəl yoxsa əldən ələ çatmayan vaxtı idi. Əlibolu müəllimin bir ələ vaxtı vardı. Azərbaycanda ən çox sevilən xanəndələrdən biri idi. Və çox danışmaq istəmirəm, çox xatirələrim var onun haqqında. Bizim ustadımızdır, müəllimimizdir. 3 dəfə məni ansamblına dəvət eləmişdi. 20 il ərzində 3 dəfə. Humay ansamblına. Qayğışış adamdır, qiymət verən adamdır. Nəhayətdə də sonra bir 10 il biz bir yerdə Milli Konservatoriyada müəllim kimi çalışmaq, o ilə bir sinə işləmək bizə qismət oldu. Sizə çox minnətdaram, can sağlıq arzulayıram. Buraya gələn şəxsləri mən təşəkkür edirəm. Belə şeylər çox olmalıdır vallahi. Bu uşaqlar ki, belə yaxşı istedadlı uşaqları tez-tez göndərir bizim Milli Konservatoriyaya ki, musiqimiz, muğamatımız yaşasın. Azərbaycan muğamat musiqisi dünyaya səs salan bir musiqidir və onu göz bəbəyi kimi qorumaq da bizim müqəddəs borcumuzdur. O borcu yerinə yetirmək üçün biz gərək həmişə böyük sənətkarları, irsini, musiqi irsini, mədəni irsini qoruyaq, saxlayaq, təkrar eləyək, yad eləyək ki, onları yad eləməklə musiqimiz də yaşasın, poeziyamız da yaşasın, dövlətimizin mədəniyyəti də artsın, inkişaf eləsin və həmişə öndə gedən mədəniyyətlərdən biri olsun. Çox sağ olun. Nazım müəllimə də söz verir. Hər vaxtımız xeyir olsun. Xatirələr çoxdur. Amma bir-iki dənəsini deyəcəm. Əlibaba müəllim bitdi kişi. 60 yaşınaycan saçın rənglədi. Qarı görüşürdü. 60'dan sonra dedim, əmi ağarır ha. Deyir, bunlar çoxdan ağarır. Səhnədə gözəl görükmək üçün onu rəngləmək vacibdir. İndi daha yaşım gəlib, daha rəngləməyəcəm. Düşdü yaşağı Bülbül adlı musiqi məktəbində işləyirdi, mən də orada işləyirdim. Dedim, əmi gəl aparım səni. Dedi, yox. Dedim, maşınla da gəl aparım səni. Dedi, yox. Mən dedim, o dedi ki, dövlət mənə maaş verir. Hamısı da gedib. Hər ki, sən özəşiyi. Bu pulu mən hara qaçlamalıyım. Taksi çağıracağım, gələcəm, verəcəm. Xeyirxar adamdır. Sözün şaf deyən. Günlərin bir günü o vaxt biz filarmoniya yığışırdıq bağa. Filarmoniya bağı musiqiçilər oraya yığışırdı. Yaşlı vaxtlardır. Gördüm, dedi ki, Amir Nazım buraya gəl. Dedi, Güzdə kəndindən zəng edirlər mənə. Ki, bir dənə toyumuz var. Mən bilmirəm, sən oxumalısan. Dedi, mən daha oxumuram, tərk etmişəm belə, seçim tanımı. Dedi, yox, sən oxuyacaqsın. Sonra da dedi ki, mən sizə demirəm, toyu. Toy yeysi sizi özü istəyir. Məni istəyir, bir də Sərvər İbrahim. Gəldik Güzdə kəndinə. O, Alimgilin Güzdəyi yox o. Bildiyim, ikinci Güzdə. Gəldik toyu... Stansa Güzdə. Stansa Güzdə. Gəldik toyu oxuduq, tabi getdik. Xanəndələrin acığına gəlməsən, həmişə pulu çox olar getirirlər. Hələ deyil. Toyu çaldıq, oxuduq, tardıq. Onun çox gözəl olub ki, onu YouTube'a qoyublar. Kim qoyub bilmir. Kim qoyub bilmir. Həmin toyu. Həmin toyu. Əlbəbə oxuyan yerində Sərvər, mən oxuduq, tardıq. Pulumuzu verdilər, gəldik, oturduq maşına. Maşını da mən sürürdüm.
O bölüdü. Dedi ki, bu bizim axırıncı toyumuzdur. Əvvəl bir yerdə işləsəydi, belə bölməzdik. İndi tam şərik bölüdü. Tən böldü pulumuzu, çıxdıq, gəldik, xatirələrdik. Amma axırıncı sözü odur ki, mənə qeyd ki, Mirnazım, sən hayırlı adama oğulluq eləmişsən ki, mənim oğlum mənə ona eləmir. Oğlu da onda sağdır. Bu günləri Vəfaqam, çox sağ olun ki, Ərbaba müəllimi yad edirsiniz. Bizim şagirdlərimiz, tələbələrimiz, mənim 2 tələbəm buradadır. Bayram Əli sözünə işlədik. Zərif xan buradadır. Doğru burada işləmir. Yox, o da mənim tələbəm, sözsüz. Amma çox sağ olun, inşallah. Sağ olun. Hamımıza bir daha adları çəkməyin. Bu musiqini yaşatmaq lazım. Müəllimləri də bir dənə tövsiyə var ki, bayaq oxuya-oxuya sözlər dəyişirdi, sözləri qoyman dəyişsin. Bu, Əliyava Vahidin sözünü dəyişmək. Dəyişsəydi, özü dəyişərdi. Bugün sizə çox böyük təşəkkür edirəm ki, belə yubileyləri qeyd edirsiniz. Allah sizə can sağlıq versin. İbrahim müəllim, çox sağ olun. Nazım müəllim, siz də çox sağ olun ki, gəlirsiniz. Mən baxıb görürəm, mənim kollegələrim, hamısı buradadır, müdürlər buradadır. Hamımıza can sağlıq hazır. Sağ olun. Sağ olun. Salamlayıram hər kəsi. Hoş gördük, belə gözəl gündə. İbrahim müəllim, siz də hoş gördük və çox təqdirə layiq. Halbuki ki, belə bir gecədə idarənin rəisi də gəlib burada. Müəllimlərlə, tələbələrlə bir yerdə iştirak edir. Bu sizin böyüklüyünüzdür. İşinizə gözəl münasibət var. Təşəkkür edirik. Əlbaba Məmmədov haqqında saatlarla yox, sutkalarla danışmaq olur. Ona görə ki, özündən sonra elə bir yol qoyubdur ki, o yolu hər kəs gedir. Onun çəkdiyi yollar hamı gedəcək. Amma büdürəmək lazımdır. Məsələn, büdürəmək budur ki, Hacı dedi, Mirnazım müəllim dedi, yəni sözü dəyişmək olmaz, musiqiyə xələl gətirmək olmaz. Belə şeyləri qətiyyən xanəndələrə aid, daha bu söz hamıya deyil. Xanəndələr dəyişməyin sözü, sözə yamaq vurmuyor. Şeiriyyət necə yazıb, elə də qalmalıdır. Əlağa Vahid deyir, Füzulinin yadigarı mənəm. Füzulinin yadigarının sözünü siz dəyişə bilərsiniz. Mən dəyişə bilərəm. Yox, mən də dəyişə bilərəm. Heç vaxtda xalq musiqisinə xələl gətirmək, küçələrə susatmışam, buna əlavə eləmək lazım deyil. O necə var, elə də qalmalıdır və oxunmalıdır. Çünki bizə belə gəlib çatıb, bizə bunu belə qoruyub, gələcək nəsillərə çatdırmalıyıq. Yenə deyirəm, Əlibaba müəllim haqqında çox söz danışmaq olar, axırıncı sözünü deyəcəm. Axırıncı dəfə Milli Konservatoriyadan çıxanda mən bunu liftə qədər gətirdim və əlbəttə ki də çölə maşına qədər. Liftin qabağında dayandı, konservatoriya domsuzda, 6-cı mərtəbədə hamısı qapılar belə görsənir. Qəzənlər, dedim, mənim buyur, görürsən bu qapıların hamısı. Dedim, bəli, dedi oradakı müəllimlər müəllim deyil. Dedi, onlar oxuya bilər, amma müəllim deyil. Mən muğamı sənə vəsiyyət edib gedirəm. Yəni, buna and düşmək lazımdır, kişi and düşməsi, ona şeyi deyirəm. Yəni, mənim haqqımda Dərman Əliyev də vəsiyyətnamə qoyubdur, efirdə də deyir, yəni bu arxiv materiallardır, radioda da var ki, məndən sonra Seyid Şunski məktəbini sən davam elətdirəcəksən Qəzənbəy, mənim yerimə də sən oturacaqsan. Əlibaba müəllim də bu sözü deyir. Mən də o yola sadiqəm. Yəni, muğam oxuyanlar, məndən özünüzü qoruyun. Harada gəlsə, mən sözü kəsərli deyəcəm, mən rəisim də yanında deyirəm. Çünki mən muğamın, Hacı məni bağışlasın, yəni Hacı Baba müəllimin yolunun böyük davamçısıdır, elə mənim ustadımdır. Mən də elə bu yolu davam elətdirərək deyirəm, mən qoymayacağım. Muğama xələl gəlməyə heç kimə imkan verməyəcəm. Bunu bir də
yanında da olanda demişim, atestasiya komissiyasındayım, orada da demişim, hər yerdə deyirəm ki, çünki muğam, bayağı musiqilər, bayağı oxuyanlar bu muğamımıza çox böyük xələl gətirir. Ona görə də mən qorumalıyam. Allah Əli Baba müəllimə rəhmət eləsin, onun yolunu hər kim davam etdirsə, o da özü də bir məktəbdir, özü çox böyük məktəbdir. Allah rəhmət eləsin. Çox sağ olun. Tədbirimizin sonunda Respublikanın Əməkdar müəllimi Fikrət müəllim. Hamımız İstanbul'da böyük sənətkarlar oturur. İlk növbədə mən sizin kollektivə öz minnətdarlığımı bildirirəm. Çox gözəl gün yaşatdınız bizə. Bugün Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Əli Baba müəllimin xatırladığı, onu yola saldığı. Biz oturmuşuq bu saat yarımı kimi. İnanın, bir demək olmazsa kimsə bir protez olur. Əksinə, Məhəmməd müəllim deyir ki, nə qədər klassik musiqiyə qulaq asa bilərik. Bu musiqi bizim canımızdan, ürəyimizdən gəlir. Əli Baba müəllim mahnılarına fikir verirsiniz. Bir mahnı ikinci mahnıya oxşamır. Qəşiyyir. Bu bir. O həmişə deyərdi ki, demirdi mən bəstədiyim mahnılara. Deyirdi mənim qoşduğum mahnılar. Mən dəfələrlə bunu eşitmişəm. Bir də mən sizə bir söz deyib, onu mənim fikrimdir. Əgər Əli Baba müəllimin bəstəkarlıq təhsili olsaydı, inanın, bu dəqiqə Azərbaycanın ən görkəmli bəstəkarlarından biri olardı. Bu, danılmaz bir faktdır. Mənə yehib sənətkarlar mənim bu sözümü dəstəkləyərlər. Odur ki, Vəfa xanım, çox sağ olun. Həddən artıq mən razıyam bugünkü gündən. Uşaqlar, əla olunuz. Bu ikinci dəfədir, bir dəfə Rübabı xanımın yadınızı belə bir gecə keçirtdir, çox yüksək səviyyə. Bugünkü səviyyə necə deyim sizə, o qədər mən bunam ki, o qədər gözəl təəssüratla qayıdıram burada və hamımıza öz təşəkkürümü bildirirəm. Çox sağ olun müəllimlərə, şagirdlərə, onların müşahidə edir. Vəfa xanım, şəxsən sizə. Çox sağ olun.